Salam uşaqlar, bugünkü video dərsdə çevrənin 3-cü bölməsinin qalan suallarını izah edəcəm. İzahdan öncə kitablar haqqında sizə bir məlumat vermək istəyirəm, qısa da olsa. Deməli, bu sarı yüzlü kitabda həmişəki kimi yenə də eyni sözləri deyəcəm. Bu kitab nədən bəhs edir? Cəbr və həndəsə olmaqla bir yerdə sırf abituriyentlər üçün yazılmış kitabdır. Deməli, cəbr natural ədəblərdən başlayaraq ehtimala kimi bütün bölmələr burada ətraflı şəkildə izah olunub və hər bölməyə aid məsələ və misalların nümunələri izah olunmuşdur. Həndəsədəki həndəsənin əsas anlayışlarından başlayaraq bütün qaydalar, şəkillər burada qeyd olunur və fəza həndəsəsinə kimi bütün bölmələrin izahı burada verilmişdir. Və həndəsədə də hər bölmənin sonunda düsturların isbatları və həmin bölmələrə aid maraqlı məsələ və misalların izahı verilmiştir. Bu kitabı alan uduzmaz bir məsələ də var idi. Necə idi uşaqlar? Alan aldanmaz, evdə qaldanmaz. Bu belə. Sonra bu iki kitab haqqında məlumat vermək istəyirəm. Bu iki kitab bəzi nə üçündür? Deməli, bu iki kitabı biz sırf olaraq MİQ imtahanlarına hazırlaşan riyaziyyat müəllimləri üçün nəzərdə tutmuşuq. Cəbr ayrı, həndəsə ayrı olmaqla. Demək olar ki, buradakı mövzuların yəni ki, eynisidir. Sadəcə burada əlavələr var. Əlavələr nədən ibarətdir? Hansı ki, o bəzi qaydalar var ki, abituriyentlərə onlar lazım olmur imtahanda. Amma MİQ imtahanında lazım ola bilər. Sonra bəzi çətin tipli məsələlərin izahları burada verilmişdir. Cəbr ayrı olaraq, həndəsə ayrı olaraq o kitabda necə izah eləmişiksə, bu kitabda da o qaydada izah eləmişik. Məsələlər türk kitablarından, digər xarici ədəbiyyatlardan seçmişik. Kitablar üçün əlaqə nömrəsini qeyd eləmişəm burada. Bax, bu nömrə ilə əlaqə saxlayıb kitabları əldə edə bilərsiniz. Dərslərimizə qoşulmaq istəyən şagirdlər isə bu aşağıdakı nömrə ilə əlaqə saxlayıb dərslərimizə qoşula bilərsiniz. Dərslərimiz əyani və onlayn olmaqla keçilir. Əyani dərslər Nərimanov arasında, onlayn dərslər isə Zoom proqramı ilə həyata keçirilir. İndi isə vaxt itirmədən keçirik suallarımızın izahına. Keçən videoda deməli, çevrənin 3-cü bölməsinin 28-ci suala qədər izahını vermişdim. Bu kağızını gətir, burada nömrələri orada qeyd eləmişdim. Gerçəkdən bu nömrədir. Adı 30-dan başlayır, 28-ci eləmişdim. Başlayaq. Geçen soru gelir, 30. Merkezi olmak Kendi verdi. Ana bakın. Yine pıçıldaşırsınız. Pıçmış demiş, Nikolay'ın evini yıktı. Ne meseledir? Deməli, var. Herkes 10 nöqtəsindəydi. Buradan belə, bu belə, buradaki belə idi. Hatırlamayımsa. Bu 10 nöqtəsi düzdürmü? Buradan nöqtədir. A nöqtəsi. Burada B. Burada da Y nöqtəsi. Oxu görək. Merkezi 10 nöqtəsində radiusu 9 cm olan çevrənin xaricindəki C nöqtəsindən CA kəsəni çəkilmişdir. Bəli. Bucaq AOC 90 dərəcə Bucaq AOC 90 dərəcədir. və CO-nun 12 cm olacaq. O nə qədərdir? 12 cm. 12-dirsə o zaman bura nə qədər qaldı? 3 qaldı. BC tapır. BC-ni deyir, tapır. Yaxşı, uşaqlar, biz buradan birinci nəyi tapa bilirik? Fagor teoreminə görə nəyi tapa bilirik? AC-ni. Tapa bilirik ki, AC bərabərdir kök altında AO-nun kvadratı üstəgəlinsin AO-nun kvadratı üstəgəlinsin nədir? CO-nun kvadratı. AC nədir? Hipotenuz kvadratı. Bu da olacaq nə? AO nədir? 9-un kvadratı üstəgəlinsin 12-nin kvadratı. O da eləyəcək 144, o da 81, elədi 225, 15. Düzdürmü? Onu tapdıq. AC-ni tapdıq, uzun istəyirəm, AC-ni tapdıq. Yaxşı. Bizdən nəyi soruşurdu uşaqlar? BC-ni soruşur. Bizdən soruşur BC-ni. İndi bir nöqtədən elə bir çevrə 2 dənə kəsən çəkmiş oluruq da. Bax, bunu uzatsaq, uşaqlar, bunu uzatsaq, burada olsun, məsəl üçün bir K nöqtəsi. Burada 9 olacaq da. Çevrənin radisi deyil ki. Bax, C nöqtəsindən çevrəyə 2 dənə kəsən çəkdik. CK və CA. Bir nöqtədə çəkilən kəsənlərin xassəsinə görə yazırıq ki, birinci kəsənin uzunluğu, yəni AC, burası bu kəsənin çevrə xaricində qalan hissəsi, BC, bərabərdir. İkinci kəsənin uzunluğu, KC, burası ikinci kəsənin çevrə xaricində qalan hissəsi. AC nə qədərdir? Tapmışıq 15.
BC-ni bilmirik, elə onu axtarırıq. KC nə qədər olacaqdır? Hə? 18, burada 3, neçə elədir? 21. Hə, BC də nə qədərdir uşaqlar? 3. Buradan da hesablasaq bunu nəyə misal getdik, nəyə hesab? 5 BC nəyə bərabərdir? 21. O zaman BC nə qədər? 22. Nə qədər edir? 4,2. Sonraki sual? 32. Şəkil verir. Şəkil verir. Baxın. Bir dənə. Durun. Mənim kitabım bu bir buradan. Kitabı buradan. Bunu belə bilməyəm. Tez baxın. Nasıl soruyor? 32 bu şəkildir. Deməli, buradan bir nöqtədən çevrəyə nə şəkli 2 toxunur. Sonra bir nöqtədən şəkilən toxunanlar nədir? Bərabər. Necə oldu? Bir nöqtədən şəkilən toxunanlar nə olur? Bərabər. Elə şəkildə düzdür. Bir nöqtədən 2 dənə toxunan şəkil. Sonra buradan nə çəkirlər? Bir dənə perpendikulyar. Düz dedim? Hə. Burada hansı hərfdir? C, Burada? A, Burada? M, M. Burada? B, B'dir. Sonra nə verir? Burada da hansı hərfdir? Y. Y. Hə, oxu görək. Çevrə xaricindəki A nöqtəsindən çevrəyə AC və AB toxunanlar çəkilmişdir. AC və AB. Biz bilirik ki, AC bərabərdir nəyə? AB-yə. Sonra C toxunanlar C nöqtəsindən AB-yə CM perpendikulyarı çəkmişəm. çevrəni Y nöqtəsində kəsir. Sonra. BM bərabərdir 2 sm. BM bərabərdir 2. MA bərabərdir 3. BM bərabərdir 2. MA bərabərdir 3. CY-ni tapın. Yeni bir. Tamam. MA nə qədərdir? 3. O zaman toxunanı tapdıq da. A nöqtəsindən çıxan toxunanları tapdıq. Nə qədər imiş? 5. Belə deyil mi? Burada nədir? 5'dir. Ha, sonra 3, 5 Pifagor ədədləri. O zaman birinci tapdıq nəyi? 3 bucaq AMC-dən düz bucağı 3 bucaqdır. Düzdürmü? Pifagor teoreminə görə CM bərabərdir. Kök altında 5'in kvadratı çıx 3'in kvadratı çıx deyirəm üstə gəl yazıram. Neçə oldu? 4. CM-i tapdıq 4. Bizdən nəyi soruşur uşaqlar? C yeni. Buranı soruşur. Düzdür? İkinci. Baxın. B nöqtəsindən çevrəyə BM toxunanı, hə, və nə çəkilir? MC kəsəni çəkilir. Düzdürmü? Bax, BM toxunanı, MC nədir? Kəsəndir. BM toxunan, düzdürmü? MC də nədir uşaqlar? Kəsən. Kəsən deyil ki, hə? Y və C nöqtələrində çevrəni kəsirlər. Düzdürmü? Yaxşı, toxunanın kvadratı nəyə bərabərdir? Toxunanın kvadratı bərabər edir. Kəsənin uzunluğu, vurusun kəsənin çevrə xaricində qalan hissəsi. Kəsənin çevrə xaricində qalan hissəsi nə qədər uşaqlar? YM. Onu da bizə veribmi? Verib yoxsa vermir? MC-ni tapdıq 4. Hə. Y-ni də MC-ni tapdıq. Ha, MC-ni tapmışıq da, tapmışıqdadır. B-ni də bilirik, ikisi də, tutardım getdi də. Ha, B-ni nə qədər uşaqlar? 2 kvadratı nədir? 4. MC-ni neçə tapdıq? 4. MC burada S-ni yazmışam, burada MC enişi yazaq. Bu qarışıqlıq yaramaz. 4 vurusu nədir? Y-ni də 1-dir. Buradan da Y-im nəyə bərabər olur? 1-ə bərabər olur. Y-im 1-dirsə uşaqlar. Buradan bura nə qədər tapmışam C-ni? 4. Ha? O zaman yazıram ki, bəli, C-yi bərabərdir. 4 çıxılsın 1. 4 çıxılsın 1. O deyəcəkdir. 3. Yazın. Ha. Neçənci sual? 33. 33 şəkildir. Yox. Oxu görək. Çevrə üzərində ardıcıl olaraq BCD nöqtələri qeyd olunmuşdur. Hə. C nöqtəsindən çevrəyə çəkilən toxunan ilə DB vətərinin uzantısı K nöqtəsində kəsişir. Hə. Bucaq DKC 60 dərəcə, KD bölünsün BD 4/5 hissəsində və KC 12 bərabər 10 cm olaqda DC vətərini tapın. Etibar bir şey yazmaya qaldı. Burası bilirəm ki, bu sualdan söhbət gedir. Deməli, çevrə üzərindəki hansı nöqtələr ardıcıl qeyd olunmuşdur? BCD, Hə. Hansı vətərin uzantısı ilə dedin? DB vətərinin uzantısı K nöqtəsində kəsişir. İndi ardıcıllığı
DB vətənin uzantısı Bəli. K nöqtəsində kəsilir. Görürsən bu şəkildə. Deyəsən bu idi. Deyəsən bu. Hayır bilmirəm. DB vətənin uzantısı hansı nöqtələr bitədir? B, C, D. B, C, D. B, C, D hardadır? BD vətənin uzantısı BD vətənin uzantısı nə ilə? K nöqtəsində kəsilir. Nə ilə K nöqtəsində kəsilir? DB vətənin uzantısı K nöqtəsində kəsilir. Çevrə nöqtəsində BCD nöqtələri deyiləm. C nöqtəsindən çevrə toxunan, C nöqtəsindən çevrəyə toxunan çəkdir. C nöqtəsindən çevrəyə toxunan çəkdir. Yəni bu ansızmadıram sana. Sən üçün buraya edib keçdin. Şəkil keçdən oldu. Kulaq tutalım sana. Belə oldu. Özüm oxumaya yapmışsın. Deyək ki, çevrə zaman arzu olaraq BCD nöqtələri qeyd olmuşdur. C nöqtəsindən çevrəyə çəkilən toxunan DB vətənin uzantısı ilə K nöqtəsində kəsilir. C nöqtəsindən çəkilən toxunan DB vətənin uzantısı ilə K nöqtəsində kəsilir. C nöqtəsindən çəkilən toxunan DB vətənin uzantısı ilə K nöqtəsində kəsilir. Deyəsən baxmışam. B idi, son hansı idi? D idi, bu da ki K nöqtəsində kəsilir. Düzdür? Bax, BCD nöqtələri ardıcıl qeyd olunur. C nöqtəsindən çəkilən toxunan BD vətənin uzantısı K nöqtəsində kəsilir. Sonra nə verilmişdir? Sonra DKC 60 dərəcə verir. Hansı? DKC bucaq. DKC bucaq 60 dərəcədir. KB bölünsün BD 4/5 nisbəti. KD bölünsün DB. KB bölünsün nə? BD. KB bölünsün BD. Bəli. Nə qədərdir? 4/5 nisbətində. 4 bölünsün 5. KB 4, BD. Düz olmadı. K'dan B'ye 4 yeriz. B'den D'ye 5 yeriz. Bu necə ola bilir? Onda mən şəkil seçmişəm da. Belə şey ola bilər mi? Mən bəlkə D-nin yerində B var. Ola bilər da. Bu belə ola bilər. Bəli. KB bölünsün B'dir, bəli 4 bölünsün 5 ola bilər. Bu şəkil hərflər biz belə yazmışıq. 4x burada olmaz. 5x. Sonra KC 12 cm. Burada 12'dir cm. Sonra bizdən soruşur DC nöqtəsini. BC və DC-ni soruşur. Bunu müxtəlif cür yaza bilərsiniz. Birinci ilə toxunanın məsəl passasından istifadə edib yaza bilərik. Toxunanın kvadratı bərabərdir. Toxunanın kvadratı KC. KC-nin kvadratı bərabərdir. Kəsənin uzunluğu, Rusun kəsənin çevrə xaricində qalan hissəsi. Yəni P-ni burada yazar. Toxunan kvadratı bərabərdir. Kəsənin uzunluğu KD. Rusun kəsənin çevrə xaricində qalan hissəsi nədir? KB. Ora nə qədərdir? 144 bərabərdir. KD nə qədər uşaqlar? 9x. Kömək elə də hesablanır. Burada nədir? 4x. 36 x kvadratı bərabərdir 144-də. X kvadrat nəyə bərabərdir? 9 edir. 9 ilə bilməz. 4. X-ə bərabər nəyə? 2-yə. Yalanını deyirəm, bunda da deyir. X bərabərdir 2. Bizdən nəyi soruşur? DC-ni. Buranı bilirsiniz də bax. Məsəl üçün, DC-ni bir üsul belə yaza bilərsiniz. Kosinüslər teoremindən yaza bilərsiniz. Başqa türlü yaza bilərsiniz. Bunu uzadıb, buradan hündürlük çəkib, oradan da 36-90 xassasını istifadə edə bilərsiniz. Və kosinüslər teoremindən yazıram. Buranı bilirsən də nə qədərdir? KD nə qədər olur? 18. Neçə? 18 idi. 18. Düzdür. Buranı da bilirsən 12. Düzdür. Buranı soruşur da, kosinüslər teoreminə görə 3 bucaq KCD-dən, 3 bucaq KCD-dən kosinüslər teoreminə görə yazıram. DC bərabərdir kök altında 12-nin kvadratı üstəgəl. Bura nə qədər oldu? 18 elədir. 18-in kvadratı çıx 2 vurulsun, 12 vurulsun, 18 vurulsun, kosinüs tərəflər arasındakı bucaq neçə dərəcədir? 60 dərəcə. Bunu gətirib, yerindən qoyuyoruz. Kosinüs 60 dərəcə nəyə bərabər? 2-də 1. Ondan da bu 2 x'lar getirecek, hesablamanı aparalım. Sonra? Sonra 34. 34. Ayrı sualda. Şəkildir. Oxu görüm, yox, eyni sual deyil. ABC üstbucağının AB və BC tərəfinin ortasında və B təpəsindən keçən çevrə onun AC tərəfindən toxunur. Bəli. AB bərabər 3 cm,
BC 5 sm olarsa AD tərəfinin uzunluğunu tapın. Bütün izləyicilər səni necə lazımdır salamlayır, qəşənglər çünki başa düşdülər. Deməli, özün başa düşdünüz o? Deməli, deyir ki, AB və BC tərəflərinin ortasından keçir, sonra nə olur? AC tərəfinə toxunur, B təpə nöqtəsi çevrənin üzərindədir, elə deyir. Hə? Bəli. Bax, indi B-ni tutaq ki, burada qeyd eləmişik, uşaqlar. Bunun ortasından tutaq ki, keçdi. Ərz edək ki, nə oldu? Ortasından keçdi. Buradan bura, buradan. Təqribən elə düzdür. Buraya ki, tutaq ki, bununla ortasıdır. Oldu mu? Heç ortaya oxşamadır, uşaqlar. Ortasından keçirdə deyir. Elə deməli, ortasından deyir, şartlıqda qeyd edək də bunu. Bu da olsun sistem nöqtəsi. Deyir ki, AB və BC tərəflərinin ortasından keçir. AB nə qədərdir insanlar? AB 3 sm. AB 3'dür. AB 3'dürsə, o zaman burada 1,5, burada da 1,5'dir. BC nə qədərdir? BC 5 sm olarsa 5'dirsə, burada olsun bir yer nöqtəsi. Burada 2,5, burada 2,5. Ortasından keçir abi. Burada olsun bir K nöqtəsi. K-nı yazmışam da, olsun bir D nöqtəsi. Bizdən də soruşur uşaqlar, nəyi? AC-ni. Yaxşı. Toxunanın kvadratı bərabərdir, kəsənin uzunluğu vurulsun, kəsənin çevrə xaricində qalan hissəsi. Birinci bu adi toxunanına görə baxıram, birinci. Toxunanın kvadratı bərabərdir, kəsənin uzunluğu, yəni AB, vurulsun, kəsənin çevrə xaricində qalan hissəsi. Nə? AK. O zaman adi buradan uşaqlar nəyə bərabər olacaq? Kök altında. AB nə qədərdir? 3. AK nə qədərdir? 1,5. Düzdür? Hə? O da eləyəcək nə qədər? 4,5. Ondan kök necə çıxacaq? 9 bölünsün 2'dir də o, hə? 3 bölünsün kökdə 2. 3 bölünsün kökdə 2 və yaxud da 3 kökdə 2 bölünsün 2 olacaq. Elə deyil. 4,5 eləmək bu. 9 bölünsün 2 deyil. 9'dan kök neçə çıxır? 3 çıxır. 3 bölünsün kökdə 2 olur. Kökdə 2 olanda 3 kökdə 2 bölünsün 2 olur. İkinci. İndi CD toxunanına görə baxırıq. Yenə də toxunanın kvadratı bərabərdir. Kəsənin uzunluğu vurulsun, kəsənin çevrə xaricində qalan hissəsi, yəni ki, CD. O zaman buradan CD-ni də tapsaq, uşaqlar nə olacaqdır? Kök altında. CB nə qədərdir, uşaqlar? CB nə qədərdir? 5. CY nə qədərdir, uşaqlar? 2,5. O da nə qədər edəcəkdir? 15. 15 edir? 15 edir nə qədər? Bu 2,5 vurulsun 2'dir. Neçədir? 12. 5'ler 5, 25, 12 tamamda 5. 12 tamamda 5 ne demek? 25 bölünsün 2 değil ki. 25 bölünsün nerede kökte 2? Kökte 2 yapırsak 5 kökte 2 bölünsün 2'dir. Düzdür mü? Bizden soruşur uşaqlar nəyi? AC-ni. AC-ni soruşur. AC qaz nədir? Parçaların toplaması aksiyonu. AD üstə gəlirsə nədir? CD. Bunları da toplayanda olacaqdır nə qədər? 8 kökte 2 bölünsün 2. Onu da 2'ye böləndə nə qədər edir? 4 kökdə 2. Evet, o 35. şəkil deyil. Xeyr. Oxu. Ev radiosunun çevrənin uzunluğu L300 olan vətəninin uc nöqtələrindən bu çevrəyə çəkilən toxunanlar arasındakı bucağın kiçik qiymətini tapın. Başla. Deməli bu olsun uşaqlar. Belə. İlk kökdə üçün deyir ki, uc nöqtələrinə toxunanlar çəkilir. Yaxşı. Belə olsun belə. Bura bax. Adam bunu elə çəkirəm. Bu olur, bu çevrənin diametri olsun. Aydın olur. Və bura olsun R kökdə 3. Və bura 2 R olduğuna görə, və bura 90 dərəcə olduğuna görə, Pifagor teoreminə görə bura nə olacaqdır? R olacaqdır. Elə deyil. Bax, R kökdə 3, bura 2 R. Pifagor bura 90, elə çəkmişəm ki, 90 dərəcə. Mən keyfim eləsə edəcək. İxtiyarım çatır deyil. Aydın oldu. Vətənli vətənin uc nöqtəsindən diametr keçirə bilərəm da. Elə deyil mi? Hə. O zaman Pifagor teoreminə bura görə R olur. İndi fikir verin 30-60-90 dərəcəli uşaq görürsünüz burada. Bura 2 R, bura R. O zaman bura nədir? 30 dərəcə. Bura nədir? 60 dərəcə. Bura 60 dərəcə isə bunun söykəndi göz nə qədərdir uşaqlar? 120 dərəcə. Düzdürmü?
Bunun uc nöqtələrindən toxunalar çəkilir. İndi bax, toxunalar çəkirəm. Prosta biraz gərək bunu aşağı çəkməliyim. Bilmirəm. Çəkə bilərəm, yoxsa yox. Bitər çəkəcəm. Bunun uc nöqtələrindən aşağı toxunalar çəkdik. Ya Allah. Belə çəkdik. Ha, bura 120 dərəcə idi də bu qız. Elə deyilmi? Ha, niyə 120 dərəcə oldu? 60-ın ikincisi. Elə deyil. İndi bax, buna da bildirək məsəl üçün K bucağı. Bax, bu K nöqtəsi. Bu bucağın K bucağı ilə söykəndi göstərir, cəmi 180 deyil ki. O zaman bura nə qədər olacaq? 60 dərəcə. Buna qonşu olan bucaq nə qədər olacaq? 120 dərəcə. Bizdən nəyi soruşurdu? Toxunanlar arasındakı böyük bucağı yoxsa kiçik bucağı? Kiçik bucağı soruşursa cavab 60 dərəcə. Böyük bucağı soruşsa buna qonşu olan bucaqda nədir? 120 dərəcə olacaq. Sonra 36 hamı istemez. məndə sığar 2 cahan. Mən bu cahana sığmazam. 36. Deməli 2 dənə vətər kəsir. Nətər çəkirsən, çək fərqi yoxdur. Bu da hansı hərfdir? S. Burada. Hansı hərfdir deyə də? B. Burada B'dir. Sonra? Mühasene B, orası B. Müəllim, Orada B. Bura B. Burada bir fərqi yoxdur. Orada D. Burada. A. Ha. Ortadan K. Ha. Oxu indi. SK olsun KD beraber de olacak ki. SK vur KD. Sonra kəskin məhdələrin xassasına görə SK vursun KD, AK vursun BK-ya bərabər. AK vursun nədir? BK-dır. O da nə qədərdir? 18. Sonra AK çıxılsın KB beraber de 7. AK çıxıb KB. Nədir? 7-dir. Bura X-dirsə məsəl üçün, bura nə oldu? X plus 7 oldu da. Elə deyilmi? İndi şərtə görə X vursun, X plus 7 nə qədərdir? 18. X-də neçə olur? Şifahi tabaqda X neçə olur? 2 olmur ki. Neyin elə bir kvadratını həll edirəm? Şifahi bilirik də, olsa mənfiq qiymət götürməyəcək. Bizden de AB'ni Biz bərabər dedik. Bizə nəyi soruşur? AB-ni. AB-ni. AB ilə uşaqlar nədir? 2x plus 7 deyil ki. Hə? Nə qədər olacaq? 4 o da 7 nə qədərdir? 11. Yazın. Hə, gelir. bəli. Növbəti sual. 38 lütfen. 38 son şəkildə yox. Oxu görək. Xahisdən toxunan iki çevrəyə Bəli. onların toxunma nöqtəsindən keçməyən Bəli. iki ortaq toxuna çəkilmişdir. Bu birinci çevrəmiz. Hə? Bəli. Bu da ki olsun ikinci çevrəmiz. Bax, ikinci çevrəmdə çəkdik. Al, yenə başladınız. Aferin. Bunların iki orta toxunanı çəkir. O birisini də çəkirəm. Sizinlərin icazəsi ilə. İcazə verirsiniz. Ay çəkir. Sonra da bunun mərkəzlərindən bunu birləşdirdik, tutaq ki, olsun bura. Bu olsun birinci çevrənin mərkəzi, bu da olsun ikinci çevrənin mərkəzi. İndi oxu. Kiçik çevrənin ölçüsü 6 sm. İkinci çevrənin radiusu deyir ki, 6-dır. Sonra Toxunanların kəsmə nöqtəsindən böyük çevrənin mərkəzinə görə məsafə 36-dır. elə bil A-dan B-yə kimi məsafə 36-dır. AB bərabərdir 36. Sonra kiçik çevrənin radiusu. Böyük çevrənin radiusundan kiçik yerdir. Bu olsun 7. Deməli, kiçik çevrənin radiusu deyir ki, məsələn 6-dır, bax bura 6, bura 6, bura 6, aydın oldu. Hə, nəyi soruşurdum? Böyük çevrənin radiusundan kiçik qiyməti. Kiçik qiyməti. Böyük çevrənin radiusunun kiçik qiymətini soruşur. Uşaqlar, bu 90 dərəcəni burada niyə qeyd Biz bilirik ki, radius toxunanı nədir? Perpendikulär. Buna görə 90 dərəcəni bizə şərtdə deməli ehtiyac yoxdur, biz onu bilirik artıq. Aydın oldu mu? Deyir ki, böyük çevrənin radiusunun kiçik qiymətini tapır. Bura olsun x. Burada olsun x. X daha doğrusu olacaq x radiusu. Düzdür mü? Buradan bura uşaqlar nə qədərdir? 36 olduğuna görə. O zaman buranı çıxsaq, bu nöqtəyə qədər məsafə nə qədər olacaq? 36-dan çıxsaq 12, neçə 24. 24 çıxılsa nə olacaqdır? X olacaq. Toplayanda 36 ilə mənə X-ləri getdi, toplayanda 36 edir. Hə? Yəni ki, burada hərf yazmıram. Yəni ki, bu nöqtədən, bu A nöqtəsindən kiçik çevrənin ən qısa məsafə nə qədərdir? 24 çıxılsa nədir? X-dir. Yaxşı. 90 dərəcə görürsünüz? 90 dərəcə. Düzdür? 2 dənə düzcalı uşaq görürsünüz. Kiçik düzcalı uşaq, böyük düzcalı uşaq. Sonra bax bu bucaq hər iki düzcalı üç bucaq üçün nədir? Ortaq bucaqdır.
bir üçbucağın iki bucağı, o biri üçbucağın iki bucağına bərabərdirsə, bu üç bucaqlar nədir? Oxşardır. Bucaq əlamətinə görə, bucaq əlamətinə görə yazıram ki, üçbucaq ADS, üçbucaq ADS oxşardır. Uşaqlar, oxşarlığı yazında düzgün yazmaq lazımdır. Əgər ADS yazmışsansa burada, o biri düzgün hansıdır? Budur, o böyük. Amma bərabər bucaqları uyğun yerdə yazmalısan. Buradakı A bucaqla bərabər olan, onda bucaq hansıdır? A'dır. D bucağı 90 dərəcədir. Burada 90 dərəcə olan hansıdır? Y'dir. Aydın oldu. Bu birisi nə olacaqdır? B olacaqdır. Məsələn, bu B ilə Y'nin yerindən səhv yazsam, yəni ki, B-ni birinci, məsələn, yeni sınavlar yazsaydım, düzgün olmazdı. Çünki buna uyğun yazmalıyıq. Aydın oldu. Uyğun yazandan sonra artıq biz nisbətləri yaza bilirik. AD-nin AY-yə olan nisbəti, AD-nin nəyə nisbəti? AY-yə olan nisbəti bərabərdir. Məsələn, DC-nin nəyə nisbəti olacaq? YB-yə olan nisbətinə. Bu da bərabərdir uşaqlar nəyə? AC-nin nə olacaqdır? AC-nin AB-yə olan nisbətinə. İndi nələr verilir? Onu yazacağıq. AD verilirmi? Yox, lazım deyil, ona görə yazmıram. Yaxşı, DC verilirmi? Bəli, 6. YB nə qədərdir uşaqlar? YB nə qədərdir? X-dir. Bərabərdir. AC nə qədərdir uşaqlar? AC. Topla görün bunları. AC-ni topla da nə qədər edir? 30 çıxılsın nə olur? X olur. Sonra o birisi nədir? AB. AB nə qədər verilmişdir? 36. Düzdür. Tənasübdə nə edəcək? Çarpaz vuracaq. X vurulsun, 30 çıxılsın. X bərabərdir 6 vurulsun 36. 6'nın 36 216 edəcək. Bu da olacaq nə? Mənfi x kvadratı üstə gəl 30x çıx 216 bərabərdir nədir? 0. Bu da olur x kvadratı çıx 30x üstə gəl 216 bərabərdir nədir uşaqlar? 0. Hasili 216 cəmidəki 30 olan ədədə hansıdır? 12 ilə 18. x1 bərabərdir 12-dir. x2 də nəyə bərabərdir? 18-dir. Burada edir 216 toplayanda da 30 edir. Bizdən böyük çevrənin radiusunu, x-in kiçik qiyməti soruşur, yoxsa Böyük çevrəni kiçik. Hə, böyük çevrənin kiçik qiyməti. Böyük çevrənin radiusunu kiçik qiyməti soruşur. Cavab olacaq 12. Sonra 40. şəkil deyil. Bəli. Baxın. Hansıdır? Bu da toxuna çəkilmişdir. Buradan sərifdir. O, Burada, S, burada, B, burada. A. Oxu görək. O nöqtəsi çevrənin mərkəzi BC toxumu. AB 4 və AB 4'dür. BC 8. BC hanım? BC 8'dir. Çevrənin radiusunu tapın. Çevrənin ölçüsü x-dir. Bunu uzadıb toxunanın xassasına yaza bilərsiniz, ya da ki, elə Pitagor teoremində yaza bilərsiniz. Düzgəli üçbucaq deyil ki. Yazılır. Üçbucaq deməli, hansı üçbucaqdan? B, O, C-dən. Üçbucaq B, O, C-dən. Pitagor teoreminə görə yazırıq ki, nə yazırıq? OC-nin kvadratı üstə gəlir. BC-nin kvadratı bərabərdir nədir? OB-nin kvadratına. OC nədir? X kvadratı. BC nədir? 8. OB nədir uşaqlar? X plus 4'ün kvadratı. X kvadratı üstə gəlir 64 bərabərdir. X kvadratı üstə gəlir 8x üstə gəlir nədir? 16. X kvadratlar getdi. 8x də bərabərdir 64-dən 16 sonra neçədir? 48. Düzdür mü? X də bərabərdir 46. Bizdə nəyi soruşurdu? Radiusunu tapın. Radiusunu tapın. Tapın. Yazın. Hə, 42-ci sual. Şəkili var mı? Hansıdır? Dərdəsi olsun. Bir neçədən iki dənə toxunan şəkildə elə yerdə düzləyim. Hə. Nə olur? Deməli, uşaqlar, bunu biraz eləsək, qoy bərabər göstərməz. Nəyi səbəbini deyəcəksiniz. Toxunma məktəblərini yaxşı
Qabağı göstərək ki, saat 5-dir sonra. Buradan sərək. B. B. Burada. B yoxdur. A. Burada A'dır. Sonra F. F. Kimin nömrəsidir? Burada. Y. F. Burada. B. Burada. D. Burada. C. İşte, oxu görək. Mərkəzi O nöqtəsində olan çevrəyə AB, AC və YF toxunanlar çəkilmişdir. Necə? AB, AC və YF toxunanlar A, çəkilmişdir. B, A, C, Y. A, düz. Perimetr AYF bərabər 12 metr 12 olarsa P üçbucaq neçə? A, Y, F. Nə qədərdir? 12 santimetr. Hə. AB-ni tapın. A, B, G, başqa heç nə vermir. Xeyr. Yaxşı. Sonra bura x-dirsə, bura da x olur. Niyə? Bir nöqtədən. Bax, Y nöqtəsindən çəkilən toxunanlar bərabərdir. YB, YD-yə bərabərdir. Düzdür? Bura y-dirsə, o zaman bura da y olacaq. Bəli. F nöqtəsindən çəkilən toxunanlar nədir? Bərabərdir. İndi bura deyirəm məsəl üçün bir A, burada deyirəm bir B. Və mən bilirəm ki, AB bərabərdir nəyə? AC-yə. Çünki biz bilirik ki, bir nöqtədən çəkilən toxunanlar nədir? Bərabərdir. AB nədir uşaqlar? X plus A. Bəs AC nədir uşaqlar? Y plus nədir? Bura bax. B. Bura bax. B. Düzdürmü? Bizə bir də verir ki, perimetr nə qədər verir uşaqlar? 12. Yazıram bax burada. Perimetr 12. Uşağın perimetri nədir? YF üstə gəl, YA üstə gəl, FA. Yəni ki, X plus Y. Üstə gələcək nə? A, üstə gəl B, nəyə bərabərdir? 12-yə. Bəs bilirəm axı, X plus A, Y plus nədir? B-yə bərabərdir. Düzdürmü? O zaman X plus A bərabərdir Y plus B-yə, o da nəyə bərabər olacaqdır? 12 bölünsün neçə? 2. Neçə elədir? 6. Bizdən nəyi soruşurdu? AB-ni. AB və X plus A deyil ki, onda neçə olaqdır? 6. 6. Deməli 6 imişlər. Sonra 43. götürdü şəkildir. Bəli. Hanım. Oho. Mərkəzi O nöqtəsində olan çevrənin daxilinə ABCD 4 bucaqlısı çəkilir. Deməli burada bir, buradan bir, burada bir, bura bərabər çəkilmiş, bu bərabər çəkilmiş, burada bərabərlik gelir. Burada 2, 1. Burada hansı nöqtədir? B. B. Burada C. C. Burada D. burada A. A. Burada da T. Bu bucağı soruşur. Oxu görək. BT toxunan AB bərabər BC. AB deyir ki, bərabərdir BC-yə. AB hanı uşaqlar? AB BC-yə bərabərdir. Əgər vətənlər bərabərsə, bu vətənlərin gəldikləri göstərin dərəcə ölçüləri də nə olacaqdır? Bərabər. Yəni ki, AB göstərin dərəcə ölçüsü də BC göstərin dərəcə ölçüsünə bərabər olacaqdır. Sonra Bucaq ADC 140 dərəcə olursa. ADC, bax, bura 140 dərəcədirsə, bunun söykəndiyi göz ABC göstərin dərəcə ölçüsü nə qədər olacaqdır? 280. O zaman bu göstərin dərəcə ölçüləri nə qədər olacaqdır? 280 bölünsün 2 nə qədər olacaqdır? 140 dərəcə. Yəni bu göstər 140 dərəcə, bu göstər olacaqdır 140 dərəcə olacaqdır. Çünki bu daxilə çəkilmiş olacaq 140-dır. Hə? Onun söykəndiyi göstəri ABC nə qədər olacaq? 280. Bunlar bu göstər bərabər olduğuna görə 140 bölünəcək. Düzdür? Ay sağ ol. Sonra Bucaq ABT. uşaqlar, ABT nədir? Toxunanla vətər arasında qalan bucaqdır. Hansı göstər söykənib? AB göstər söykənib. Bucaq ABT. Biz bilirik ki, toxunanla vətər arasında qalan bucaq daxilə çəkilmiş. Bucaq kimi hesablanır, necə tapılır? Söykəndiyi göstərin dərəcə ölçüsünün yarısı. Bölünsün ki, oldu 70 dərəcə. Sonra Sonra 44. göstər. Mərkəzi Ana. Belə təzə sualımız var. Deməli, 2 dənə çevrə kəsişir, sonra da toxunan çəkilir. Nədir? Neçə nəfər bizi izləyir? Heç kəs izləmir? Yox, istəyirlər mən dəyişik olamam. Milyonlar izləyirlər. 8 milyon olmaz. Deməli, uşaqlar, şuradan belə bir toxunan çəkilir. Düzdür. Buradan bir toxunan çəkilmişdir. Burada nə çəkilmişdir, baxın.
Bu buradan belə, buradan da belə. Yoxsa elə çəkməliyik ki, belə olsun da. Bu belə çəkilmişdir. Bunu da belə və belə. Düzdür. Burada hansı alət uşaqlar? Orta A, Burada. C, Burada. Y, Burada. D, Burada. D. O1 O2 Hadi yaxşı bildik. Sonra mərkəzi O1 və O2 nöqtəsində olan səviyyələrin bəli, C kəsişmə nöqtəsi bəli, AY və BD düz xəttlərinin ortaq nöqtəsidir. bəli, AB ortaq toxuna, bəli. BC 3, BC nə qədərdir? 3, BC bərabərdir 3. Sonra CD 9, CD bərabərdir 9. CY 5 olarsa C'yi 5'dir. AC-ni soruşur. AS'ni soruşur. Bəli. C'yi nədir? 5. Deməli uşaqlar, BC nə qədərdir? 3, CD nə qədərdir? 9. Bax, 3, 9. O zaman mən AB toxunanı tapa bilirəm də. Hə? B nöqtəsindən böyük çevrəyə toxuna çəkilmir ki, BA toxunu. Toxunanın kvadratı bərabərdir. Nəyə? Kəsənin uzunluğu vurusun kəsənin çevrə xaricində qalan hissəsi. Yazılan birinci. Böyük çevrəyə görə yazıram. Toxunanın kvadratı bərabərdir. Yəni ki, BA-nın kvadratı bərabərdir. Kəsənin uzunluğu, kəsənin uzunluğuna qədər, yəni ki, haradır kəsən? BD. Vurusun kəsənin çevrə xaricində qalan hissəsi, yəni ki, BC. Yaxşı, BA o zaman nə qədər olacaq? Kök altında. BD nə qədərdir uşaqlar? 12 eləmir. 9 da görüş neçədir? 12. BC nə qədərdir uşaqlar? Hə? 3. Bu da neçə elədir? 6. BA-nı tapdıq. Yəni bura olduğuna qədər 6. Sonra bizdən nəyi soruşacaqlar? AC-ni. AC-ni. Yenə də indi kiçik çevrəyə görə baxıram. A nöqtəsindən AB toxunanı, bir də ki, A-ya kəsəni çəkilmişdir. Düzdürmü? Yenə də həmin qaydaya əsasən yazıram. AB-nin kvadratı bərabərdir. Kəsənin uzunluğu AY. Vurusun kəsənin çevrə xaricində qalan hissəsi nədir? AC. AB-ni tapmışam da, AB BA. Eyni şey deyil ki, nə qədər elədir? 36. 36 olmadı ki, hə. A-ya nə qədərdir uşaqlar? Bilmirəm. AC nə qədərdir? Haramsa bilirəm abi. C-ni bilirəm də. C-ni bilirəm abi. Bura nə qədərdir? 5. 5. Bax, bura 5-dir. Bura da X-dir. Elə deyil. A-ya nə qədər oldu? X plus neçə? 5. X plus 5. Vurulsun. AC nə qədərdir? X. Düzdür mü? Bizdən bir AC-ni soruşur. Kvadrat düz Tamam, 5x. olacaq. 4 edəcək də. 4. 4 olmur ki. X bərabərdir 4. 9-u 4 adamda 36 eləməyək. Bəli. X oldu 4. Nəyi soruşurdu bilən? AC-ni və X-i soruşurdu da. Dört. Tapdıq da 4. Yazdım. Təzə sual. Mütləq. Hə, oxuyuyorum 46-nı. AB və CD vətənləri Şəkildir. bəli. 46. Baxma. Hə. AB və CD vətənləri Y nöqtəsində kəsişir. Bəli. AY bərabər 4. Bu belə idi. Bu da belə idi, hə? Yoxsa yox. Eyni şey, elə idi. Belə idi. Bəli. Biraz yuxarı. Bu belə idi. Elə idi. Aslında eyni şeydir aslında. Bu da olsun belə. Düzdür. Bəli. Hə. Bu da hansı nöqtədir? Orada C, Burada. A, Burada. orada D, Burada. B, Burada bax. Burada nədir? Y. Hə. AY 4, A-ya 4. YB 9, Y-bi 9. DY 3. D-yi 3. Kosinüs bucaq AYS 6'da 1 olarsa A-Y-S. Kosinüs bucaq A-Y-S. Nə qədərdir? 6'da 1. 6'da 1 olarsa AS'ni istiyoruz. A-səni soruşur. Yanlış mı? A-səni soruşur. Tamam, kəsilən vətənlərin kassasına görə C-yə vur. Neçə? 3 bərabərdir nə olacaq? 4 vurulsun neçə? 9-a. Kəsilən vətənlərin kassası. C 12. Bu parça vursun, bu parça bu vursun. Düzdür. Hə? O zaman C neçə olacaq? 12. 2, 12. 12, 30, 6 bölünsün 3 neçə qədər? 12. Bura olduğuna qədər 12. İndi, bu üç bucağın iki tərəfini bilirsən, onlar arasındakı bucağı bilirsən, bucağın kosinüsünü bilirsən, kosinüslər teoreminə görə, bu oldu birinci, indi yazıram ikinci. Üçbucaq AES-dən, kosinüslər teoreminə görə AC bərabərdir kök altında
4'ün kvadratı üstə gəl, 12'nin kvadratı çıx, 2 vur, 4 vur, 12 vur, kosinüs bu bucaq, bunu da verir nə qədər? 6'da 1, qiyməti hazır verib sənə, yerinə qoy, hesabla. Sonra 48. 8, Xeyr. oxu. Xaricdən toxunan iki çevrələrin radiusları 3 və 12-dir. Bu çevrələrin ortaq toxunanının toxunma nöqtələri arasındakı məsafəni tapın. Belə bu qədər. Bəli. Xaricdən toxunan iki çevrənin nə deyirdi? Radiusları 3 və 12-dir. 3 və 12'dir. Sonra nə deyirdi? Bu çevrələrin ortaq toxunanının toxunma nöqtələri arasındakı məsafəni tapın. 3 və 12 dedim də radiuslar. Bəli. Eləmi? Sonra sana uygun çəkək də. Xaricdən toxunan bax. Ərz edək ki, olanı. Yaxşı ki, xariciyə varım şey olmasın da. Bizim çox işimiz ağrıyır. Xaricdən toxunanda uşaqlar. Görürsən. Xaricdən toxunanda. Görürsən. Görürsən necə toxunanda. Xaricdən toxunanda bunların radiusları nə qədərdir? 3 3 və və 12. 12'dir. Bax, bu bunun mərkəzi. Bir də olsun bunun mərkəzi. Radiusları 3 və 12'dir. Bax, bunun radiusu. Radius toxunana nə deyir uşaqlar? Radius toxunana nə olur? Bərabər. Bir radius toxunana bir bərabər. Radius toxunana nə olur? Bu iki günə bir bərabər. Hə? Perpendikular olur. Bərabər nə? Ay, buranı zahmet. Radiuslarını verir uşaqlar 3 və 12. Bu 12'dir. Bu da 3'tür. Bizdən nəyi soruşurdu? Bu ortaq toxunaların toxuma nöqtələri arasındakı məsafəni soruşurdu. AB məsafəsini soruşurdu. Hı? Bəli. Yaxşı. Buranı da birləşdirə bilərik də. Bizim əlimizdə deyil. Ondan asla vermişlər. Burada 3'dür, burada nədir? 12'dir. Düzdür? O zaman uşaqlar, bax bu C nöqtəsindən AB-yə mən paralel çəksəm, C nöqtəsindən AB-yə nə edirəm? Paralel çəkişdir. Paralel çəksəm. Olsun məsəl üçün CK. Çəkə bilərəm də. Bəli. İndi bura 3 olduğuna görə, bu BC 3 olduğuna görə bu AK da nə olacaqdır? 3 olacaq. Düzcanlı yaratmışıq orada. Düzdür, qarşılaşma. Paralel və bərabər. 12'dən 3 şanlı bura nə qədər qalacaqdır? 90. Və 90 idi. Paralel çəkdiyimə görə bu bucaqda nə olacaq uşaqlar? 90 dərəcə. Paralel çəkmişəm ama bura 90 dərəcədir. Düzcanlıqdır, elə deyil mi? Bəli. Ben o zaman SK-nı tapa bilirəm də Pifagor tezimə görə. SK nəyə bərabər? 3 3'ə vurulur, 3 4'ə vurulur, 5 3 4'ə vurulur bura. Bura yox, nə qədərdir? 15. Hada 3 3'ə vurulur, 3 5'ə vurulur, 3 4'ə vurulacaq da. Nə qədər olacaq? 12 olacaq da. Və yaxud da lap yazıram Pifagor teoremini. Hansı 3 bucaqdan yazıram uşaqlar? 3 bucaq deməli KDS-dən Pifagor teoreminə görə yazıram ki CK bərabərdir kök altında CD'nin kvadratı çıx KD'nin kvadratı. Düzdür? O zaman CK nəyə bərabərdir uşaqlar? Ha? 12. CD'nin kvadratı 15'in kvadratı çıx KD'nin kvadratı 9'un kvadratı. O da eləyir nə qədər? 12. CK'nı tapdıq. Sonra biz burada düzcalı yaratmışıq da. Bax bu düzcalı deyil ki. Bəli. Bax bu düzcalı deyil ki. Düzcalıdır. Ha? Paralel çəkmişəm və bucaqlar 90 dərəcədir. Burada nə olur? Düzcalanma da gedir. Düzcalın qarşı tərəfləri paralel və nə idi? Bərabər. O zaman yazıram ki, ikinci AB bərabərdir elə nəyə? SK-ya. O da bərabərdir. Neçə oldu? 12 oldu. Bizdən elə AB-ni soruşurduq da. Toxunanların çevrələrin ortaq toxunma nöqtələri arasındakı məsafə. Ortaq toxunan hansı da AB-dir. Toxunma nöqtələri hansı da AB-dir. A və B nöqtələridir. Bu nöqtələr arasındakı məsafəni soruşurduq. Sonra 50. 50. Bəli. Abi. Şimdi Belki bir bak. Nasıl şekilde? Böyle. Kaçına aldın? Bəli. Allah aşkına. Böyle. Buradan böyle şekiller. ben Bəli. Böyle. Buradan böyle şekiller. Bəli.
Eləydi. Bəli. Buradan sayır. Orada AB, Burada. B. Hansı? BB, Burada. D, D. Burada. C, Burada. Üç. orada Y, 7. F. Aynen yerin arasında F. Burada 7. AB çevrəyə toxunar. Bəli. AB bərabərdir AY. AB bərabərdir nəyə? AY-yə. O da bərabərdir CY. O da bərabərdir C-yə. Sonra AF bərabərdir 2. AF bərabərdir 2. DF bərabərdir 6. DF bərabərdir 6. Bəli. DF dedin də hə. Sonra B-yeni soruşuruz. B-yi bərabərdir suala. Bu növbəti sual hansıdır? Birinci yaşda var. 51. 51 sual 2. Nəsə də sonra yazarıq. Hə, nə deyək, mən gəlir, mən buraya göstərim. Hə? Belə onu dedim. Yaxşı, AF nə qədərdir uşaqlar? 2. DF nə qədərdir? 6. O zaman mən AD-ni tapdım da, nə qədər oldu? AD nə qədər oldu? Topla da bu. Buraya 2, buradan burada 6 demədi ki. Bəli. Nə qədər edir? 2 sayısı nə qədər edir? 8. Kəsənin uzunluğunu tapdım. Düzdür? Hə? Bəli. Sonra bizə deyir dəfə başqa bir şey də deyir dəfə burada. AB deyirdi ki, nəyə bərabərdir? Hə? AY-yə bərabərdir. O da bərabər CY. O da nəyə bərabərdir? C-yə. Toxunanın kvadratı bərabərdir. Kəsənin uzunluğu vurusu kəsənin çevrə xaricində qalan hissəsi. Bizdə nəyisə vermişdik. Buradan bura 6-dır. Hə? AY-ni verib mi? Yox, vermir ki. Mən nəyi tapmışam da? Biz adını tapdıq. AB bərabərdir AY-yə, bu da nəyə bərabərdir? C-yə. Yaxşı, F-yə vurulsun B-yə, F-yə vurulsun D-yə, bərabərdir nədir? C-yə vurulsun nədir uşaqlar? B-yedir. C-yeni də verir, yox. B-yeni də verir. Olan da elə B-yeni sorulur. Bunu vaxtına düşdük. Toplantı kvadrat nəyə bərabərdir? AB-nin kvadratı nəyə bərabərdir? Kəsənin uzunluğu AD. Burası AF-i verib də. Ne demişsin? AF 2-dir. Demişsən. Toxunanın kvadratı bərabərdir. Kəsənin uzunluğu AD. Burası kəsənin çevrə xaricində qalan hissəsi. AF. İndi buradan AB-ni tapa bilmirsən ki. Hə? Kök altında. AD nə qədərdir? 8. AF nə qədərdir? 2. Nə qədər elədi? 16, o da elədi 4. Düzdür? Bəli. Deməli, oldu birinci. İkinci, biz bilirik ki, AB bərabərdir AY-yə, o da bərabərdir CY-yə, o da nə qədərdir? 4 cm. AY 4-dürsə, buradan bura 2 də, o zaman burada nə olur? 2 olur da. Buradan belə çıxır ki, o zaman FY də nə qədər oldu? 4 çıx 2, 2 olur. Çünki buranı 2 verib var. F-i buraya yazaq. Buranı 2 vermişim də. Düzdür? Hə? Bəli. Bura oldu 2. Buradan bura nə qədər inşallah? D. 6 deyil ki. O zaman burada nə qalır? O zaman tapdıq ki, DF də nəyə bərabərdir? DF. Yox, D-yə. D-yə də bərabərdir. 6 çıxılsın 2, o da nə qədər elədi? 4. Daha nə istəyirsən? Bəs axı bilirdik ki, A-yə də C-yə bərabərdir. A-yə nə qədər? 4-sə, o zaman C-yə də nə qədər? 4 olmur ki. Hə, C-yə də olur. Bizim bilgimiz. Üçüncü yazıram. Çevrədə kəsişən vəhdətlərin xas səsinə görə C-Y vur B-Y bərabərdir nədir? F-Y vurulsun nədir uşaqlar? Hə, D-Y. Düzdür ya yox? Hə? C-Y nə qədərdir uşaqlar? 4. B-yi bilmirəm. Düzdür? F-Y nə qədərdir? 2. D-Y nə qədərdir? 4. Neçədir bu? D-yə də bərabər olacaqdır. 2 olacaqdır. D-yə də oldu 2. Burada oldu 2. Buranı soruşurdu. Bəli. Bizim bilgimiz. Neçən soru gəlir? Oxu. Oxuyur mu? Təqdirdir. Uyğundur. Hansıdır? Budur. Yaxşı, bir dənəsini yazıb eyni. Bir nöqtədən çəkilən toxunanlar nədir? Bərabər. Bir nöqtədən çəkilən toxunanlar bərabərdir. Perpendikulardır. Bu toxunanlar perpendikular ola da bilər, olmayacaqlar. Məsələ o deyil. Yəni ki, biz bunu bilirik ki,
bir nöqtədən çəkilən toxunanlar nədir? Bərabər. Amma bunları desən 90 dərəcə verir. Bəli. Onsuz biz bilirik də radius toxunanlar nədir? İndi biliyorum. Yaxşı. Buradan sərəcək. Orada A'dır. Burada. B. Burada. C. Oxu görün birincisini məsələn. Birinciden bucaq BAC bərabərdir 60 dərəcə. BAC 60 dərəcə. Bucaq BAC 60 dərəcə. Hə. Variantlarda verib AB 4 cm. Baxma da. Hə. Belədir. AB-ni 4 verir. Bu nəsə vermir ki? Çevrəli radius radius verir, dörd. dörd. Bax. Radius 4. Hə, çevrəli radius 4. Ancaq AB-ni tapıb orada variantlarda. AB ilə A olunur. AB-nin A olur, yaxşı. Bu 60 dərəcədirsə, uşaqlar, bununla bunu birləşdirsəniz, bura nə olacaqdır? 30 dərəcə, təmbirən olurdu 30 dərəcə. O zaman bura 60 dərəcədir, düzdür? 30-60-90-ın xassəsinə görə 30-un qarşısındakı 4-dürsə, 60-ın qarşısındakı 4 kökdə 3 olur, 90-ın qarşısındakı nə olur? 2 misli, 8 olur. Yəni 30-60-90-ın xassəsinə görə AB olacaqdır, nə qədər? 4 kökdə 3, hə? O AO da olacaqdır 2 misli, 8. İkincisi də məsəl üçün nə deyir? BAC 90 dərəcə. Bu BAC 90 dərəcə olsa, silirəm bunu. Bax, o zaman burada 45 dərəcə, burada 45 dərəcə. Elə deyil. Hə? Burada o zaman 45 dərəcədir. Elə deyil. 45-90-ın xassasına görə burada 4, burada 4 olur. Yəni AB bərabərdir 4 olur. Amma AO olacaqdır 4 kökdə 2. Üçüncüdə nə deyir? Üçüncüdə bucaq BAC 120 dərəcə. İndi bizim şəklimiz ona uyğun deyil. Fərz edək ki 120 dərəcə çəkmiş. 60. O zaman burada 60 dərəcə, burada 60 dərəcə olacaq idi. Burada olacaqdı 30 dərəcə. İndi verib bizə burada 60-ın qarşısındakı nə qədər verib? 4. Hə, 30-un qarşısındakı AB nə qədər olacaqdır? 4 bölünsün kökdə 4. Bunu kökdə 3-ə də vursanız 4 kökdə 3 bölünsün nə olacaqdır? 3 olacaq. AO da ki 30-un 90-ın qarşısındakinin 2 mislidir. 30-un qarşısındakı AB olur. 4 kökdə 3 bölünsün nə oldu? 3 oldu. Bəli, AO da olacaq 8 kökdə 3 bölünsündən 3 olacaqdır. Sonra 52. 52 saat məsələsidir. Bəli. Bəli. Oxuyun. Oxu. Divar saatının uzunluğu 15 cm olan AB rəqqası sükunət halında saatın aşağı hissəsindən 1 cm məsafədə dayanır. Hərəkət zamanı isə bu məsafə ən çox 7 cm olur. Buna görə rəqqasın hərəkət trayektoriyasının ən kənar M və N nöqtələri arasındakı məsafə neçə cm olar? Deməli, bu uşaqlar bizim saatımızdır. Bu saatdaki ancaq 12:00-da göstərir. Hə, 12:00. Bu 12:00 olur. Hə, gidiyorsun. 12:00 nə olur? Heç zaman səhərişinə keçir. Hə, hətta saniyə aylarında bunun üstündə uşaqlar, baxın. Nəysə, deməli, rəqqas var burada. Hə? Bəli. Uzunluğu nə qədərdir? Uzunluğu 15 cm. Bunun uzunluğu 15. Burada hansı nöqtədir? A nöqtədir. Hə, burada da B nöqtəsi. Bunun uzunluğu, AB-nin uzunluğu nə qədərdir? 15 15 cm. Hə, bu rəqqas belə Olmuyor. Rəqs edir. rəqs edir. Sağa sola. Məsəl üçün, gəlir tutaq ki, bura çıxır. Gəlir tutaq ki, məsəl üçün, bura çıxır. Aydın oldu, həmin rəqqasdır da. Başa düşür, yox, burada, o belə, burada ki, belə. Hə, deyir ki, o ən az nə qədəridir? 1 dedim. Bəli. Buradan bura məsafə, deyir ki, uşaqlar 1-dir. Aydın oldu, bura olsun xanəfəsi. Ən çox da nə qədərdir? 7-dir. Buradan burada, məsəl üçün, 7-dir. İndi bura 7-dirsə, bura məsəl üçün 1-dirsə, hə? O zaman mən bunları birləşdirsəm, paralel olaraq çəksəm, zaten paralel olacaq. 7-dən 1 çıxacaqsa, bura nə olacaqdır? 6 olacaq. Elə deyilmi? Və rəqqasın uzunluğu nə qədər idi? 15. Bura nə qədər qaldı o zaman? 9. Elə deyilmi? Düzgahlı bura bax da bax. Düzgahlı işə deyil ki, hə? Rəqqasın uzunluğu nə qədər idi? 15. Bura M7 deyəsən, burada M. Hə, M-ni soruşur da, düzdür? Yaxşı, burada olsun məsəl üçün bir H nöqtəsi. Hə, sən Pifagor teoreminə görə NH tapa bilirsən də. Tapa bilirsən ki, 3-ə vurulub, 3 5-ə vurulub, 3 4-ə vurulacaq, 12 olacaq. Və yaxud da 15-in kvadratı çox, 9-un kvadratı. Nə qədər oldu? 12. Eyni qaydada bax, burada 12 olacaq da. Hə, altı bax, bu hissə idi. M24 oldu. Bizdən nəyi soruşur? M-ni. M-ni. M-ni də olacaq nə qədər? 24. M-ni soruşur, deyil mi? Bəli. Yazın.